Salam, xoş gördük sizləri. Bugün sizinlə azimut və günəşin düşmə bucağına aid bir məsələ izahına baxacağıq. Deməli, məsələmizdə nə deyir? Yay gündönümündə şimal yarımkürəsində günorta vaxtı Qrinviç meridianı üzərində günəş şüalarının günorta vaxtı düşmə bucağı 47 dərəcə olan məntəqədən bu hissəyə kimi olan hissəyə baxaq. Yay gündönümündə günəş bilir ki, 23:5 şimal enliyində zenitdədir. 23:5. Məntəqəmiz də hər hansı bir şimal enliyində zenitdədir. Ya aşağıda, ya yuxarıda. İndi mən təsadüfi olaraq çəkdim bir dənə xətt. Və 0 dərəcə uzunluqda. Bilmirik amma məntəqənin koordinatını. Deyir, həmin məntəqəyə yay gündönümü günü günəş şüalarının düşmə bucağı 47-dir. Günəşin düşmə bucağı düsturu da h bərabərdir 90 dərəcə çıxılsın alfa plus minus beta idi. Məntəqələr ikisi də şimal yarımkürəsində olanda mötərizənin içərisi çıx olurdu. Fərqli yarımkürələr olanda toplanma olurdu. H günəşin düşmə bucağıdır. Şərtdə də bizə verir ki, günəşin düşmə bucağı 47 dərəcədir. Bərabərdir 90 çıxılsın. Alfanı bilmirik nədir. Amma ikisi də şimal yarımkürəsində olduğuna görə minus yazırıq. Və günəş yay gündönümü günündə 23:5 dərəcə şimal enliyində zenitdədir. Ona görə mötərizənin içərisində betanın yerinə 23:5 yazırıq. Sonra mötərizəni yenidən açarıq. 47 bərabərdir 90 çıx alfa üstə gəl 2 mənfi 1 plus eləyir. 23:5. Bu tənasibi də buradan həll eləyəndə alarıq ki, alfanın qiyməti 66,5 dərəcə enliymiş və bilirik ki, bu şimal yarımkürəsində yerləşir. Ona görə 66,5 dərəcə şimal enliyində yerləşir. Birinci hissəni bu şəkildə həll elədik. İndi ikinci hissədə nə deyir? Deyir, səyyahlar həmin məntəqədən əvvəlcə 0 dərəcə, sonra isə 180 dərəcə azimutla eyni meridian çevrəsi üzrə 6660 kilometr yol getdilər. İndi bu hissəni silək aşağıları. Görək səyyah nə qədər yol gedib, onu təyin eləyək. Burada da 23:5-i falan da silək. Təzədən sxemimizi çəkək ki, çox qarışıqlıq olmasın. Deməli, məntəqəmiz yerləşdi 0 dərəcə uzunluqla 66,5 şimal enliyində. Şimal. Və 6660 kilometr hərəkət edib ümumilikdə. Meridian çevrəsi üzərində 1 dərəcəlik qövsün uzunluğu 111 olduğuna görə 6660-ı 111-ə bölərik və məlum olar ki, səyyah 60 dərəcə ümumi yolu hərəkət edib. Bilirik ki, yuxarıda qüt nöqtəsi var, 90 dərəcə enli. Əgər 0 dərəcə azimutla hərəkət edibsə, səyyah birinci 66,5-dən 90-a gəlib çatır. Burada nə qədər yol gedər? 23,5. Sonra isə meridian təzədən digər tərəfi ilə aşağıya doğru enir 180 dərəcə azimutla. Bəs bizim nə qədər enməlidir aşağıya doğru? 23,5 getdi 60 dərəcədən. Yerdə qaldı, hərəkət eləməlidir buradan. Deməli 36,5 dərəcə aşağıya hərəkət eləməlidir. 90-dan 36,5 dərəcə aşağı hərəkət edəndə nə qədər yol gedir? Hansı məntəqəyə çatır? 90-dan da çıxarıq 36,5-i. Buradan da məlum olar ki, məntəqə 53,5 dərəcə şimal enliyinə çatar səyyah. 53,5 şimal enliyinə çatar. Bir saniyə. 53,5 şimal enliyi. Uzunluğu isə 0 dərəcə uzunluğun əksinə keçib, axı əks çevrəyə keçib, meridiana keçib. 0 dərəcənin də əksi 180 dərəcə olduğuna görə cavabımız olacaq bizim 53,5 şimal enliyi və 180 dərəcə uzunluq. O da verir bizə Y variantı.